kataraktadan danışaq Fərəh xanımla. Bundan öncə də, indi də mən düşünürəm ki, gələcəkdə də ən çox rast gəlinən xəstəlik kataraktadır. Katarakta olan insan linza qoyuldusa, bu birdəfəlik ömürlükdür, yoxsa hansısa hallarda təkrar əməliyyat olunub da o linzanın dəyişdirilməsi, ümumiyyətlə çıxarılması ehtiyacı yaranır? Elə şəkərli xəstələr var ki, hansılarda həm gözün arxası əməliyyat olunmalıdır, həm mirvari yolları birgə etmək olur. Əməliyyatdan sonra insanlar belə deyək də iş həyatına, normal həyata neçə gün sonra qayıda bilir? Yəni linzanı xaric edəndə, digər linzanı qoyanda artıq o keyfiyyət olur. Biz göz ətrafına botoks inyeksiyası elətdirdiyimiz zaman bunun bizim gözümüzə bir zərəri varmı? Yəni məsləhət görmürəm bəlkə də o xəstələrə bu növ əməliyyatları. Xoş gördük hər birinizi. Düz podkastı izləyirsiniz. Yenə mənəm Namidə İsayeva və bu gün yenə də mənim çox sevdiyim, dəyər verdiyim və sizlərin də dinləməsini istədiyim qonağımızla birlikdəyik. Mənim oftalmologiya sahəsində xüsusi olaraq hörmət etdiyim və hər zaman dinləməyə üstünlük verdiyim həkimim bu gün bizimlə birlikdədir. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Fərəh xanım Əbdüləliyeva mənimlə birlikdədir. Çox maraqlı mövzulara toxunacağıq və düşündük ki, bu gün kataraktadan danışaq Fərəh xanımla. Niyə kataraktanı seçdik? Niyə bu gün bu mövzuda danışmağa Fərəh xanım məsləhət gördü? Elə bunu onun özündən eşidəcəyik. Xoş gördük Fərəh xanım, xoş gəlmisiniz. Xoş gördük Namidə xanım. Yenidən burada görməyimizə şadam sizi. Mən də şadım sizi görürəm. Təşəkkür eləyirəm. Bilirəm ki, işiniz çoxdur, vaxtınız azdır. Yenə də çox sağ olun ki, vaxt ayırırsınız, gəlirsiniz, düz podkastın belə deyək izləyicilərini maarifləndirirsiniz. Buna görə də ayrıca təşəkkürüm var sizə. Fərəh xanım, dedik ki, kataraktadan danışaq. Bax, niyə sırf katarakta? Bu gün çoxmu tələbat var kataraktaya, yoxsa xəstəlik olaraqmı artıbdı? Yəni niyə sırf katarakta? Katarakta oftalmologiyada ümumiyyətlə göz xəstəliklərindən ən çox rast gəlinən bir xəstəlikdir. Və hal-hazırda da bundan öncə də, indi də mən düşünürəm ki, gələcəkdə də ən çox rast gəlinən xəstəlik kataraktadır. Çünki katarakta gözün demək olar ki, yaşlaşdıqca necə saçımız ağarır, dərimiz dəyişir, mirvari suyu da əmələ gəlir, katarakta deyirlər ona. Və mirvari suyu demək olar ki, 90-95% əhalidə əmələ gəlir və ona görə də ən çox rast gəlinən xəstəlik budur və hər zaman aktual bir mövzudur. Yəni belə deyək, katarakta bizim nə həyat tərzimizə bağlı deyil, nə qidalanmamıza bağlı deyil, heç bir şeyə bağlı olmayaraq yaşlandıqca bizim yaşlılığımızda bağlı olaraq yaranan xəstəliyimizdir, belə deyək. Razıyam sizlə, amma həm yaşlandıqca bu xəstəlik əmələ gəlir. Amma bəzi katarakta, mirvari suyu başqa bir səbəblərdən də əmələ gəlir. Hansısa preparatlardan istifadə etdikdən sonra, məsələn, hormonal preparatlardan etdikdən sonra katarakta əmələ gələ bilər. Anadan gəlmə katarakta ola bilər. İltihab olanda gözdə uveal katarakta ona deyilir, rast gəlinə bilir. Ona görə təkcə yaşlaşdıqca yox, amma bütün bu kataraktaların içində 90% yaşla bağlı katarakta rast gəlinir. Fərəh xanım, bir haşiyə çıxacağam, bəlkə də sualım sizə qəribə gələcək, amma düşünürəm ki, bir çox xanımların belə deyək də marağında olan bir sualdır. Bilirsiniz ki, estetik olaraq inyeksiyon kosmetologiyada bir çox xanımlar prosedurlar icra elətdiririk. Bu təbii yaşa bağlı olaraq icra etdirdiyimiz inyeksiyon prosedurlar var. Və bunlardan birisi də botoksdur. Hansı ki, bu alın və göz ətrafına icra olunur. Bax, indi məndə təbii olaraq sual yarandı. Biz göz ətrafına botoks inyeksiyası elətdirdiyimiz zaman bunun bizim gözümüzə bir zərəri varmı və ayrıca kataraktanın tezləşdirən səbəb kimi biz botoksu qəbul edə bilərikmi? Məndə rast gəlməyib botoksa görə mirvari suyu katarakta əmələ gəlsin, amma göz ətrafında botoks nədir? Botoks vurulanda biz əzələyə təsir edirik. Və bizim göz ətrafında əzələlər var. Hətta üst göz qapağını qaldıran əzələsi də var və elə bir fəsadlar olub ki, ptoz əmələ gəlib, yəni əzələ qalxmır və erkən, yəni iynə vurulandan sonra 3 gün ərzində hansısa bir müalicə növləri var ki, bir balaca onun qarşısını alaq, amma 7 gün keçəndən sonra artıq botoks tam təsir eləyir və ondan sonra uzun müddət belə bir fəsad qala bilir gözdə.
Aha, çünki bir çox xanımlarda olur ki, rast oluruq deyirlər ki, məsələn, mən kataraktan etdirdikdən sonra göz qapağımda düşmə oldu, gözümün üstə kölgə yarandı və bilmək istəyirdim ki, bunun gözə bir mənfi təsiri olurmu deyə əsas. Çünki belə bir çıxmasın, mən başqa bir proseduru da, kosmetoloji proseduru da sizdən soruşmuşdum ki, Fərəh xanım bunu məsləhət görərsinizmi? Çünki Fərəh xanım desəydi ki, hə məsləhət görərəm və mən onu eləyərdim. Amma Fərəh xanım mənə dedi ki, məsləhət görmürəm. Ondan sonra mən həmin proseduru təbii ki, elətdirmədim. Ona görə bu sual verdim sizə. Fərəh xanım, mövzumuza qayıtsaq, katarakta. Kataraktanın deyək ki, yaşa bağlı yarandı. Fərqi varmı? Məsələn, qadınlarda tez yarandı, kişilərdə tez yarandı, hansı yaşda daha tez yarandı? Bunları deyə bilirikmi, yoxsa bir fərqi yoxdur. Fərqimiz yoxdur. Yox, fərqi yoxdur. Sadəcə gün şüasına bağlıdır katarakta. Yəni elə ekoloji zonalar var ki, hardakı katarakta daha çox rast gəlinir. Gün çox soyuq yerlərdə, qar olan yerlərdə, yəni o işıq yansımaları olanda, onlar elə regionlarda katarakta daha çox rast gəlinir. Amma cinsi fərqi yoxdur. Yəni qadınlarda da, kişilərdə də fərqi yoxdur. Eyni dərəcədə yarana bilər. Məsələn, kataraktanın ilkin əlaməti necə hiss olunur gözdə? Misal üçün, vətəndaş, bizi dinləyən hər hansı bir xanım və yaxud da bəy, hansı əlamətlərdən sonra artıq özünü düşünməlidir ki, məndə kataraktadır və artıq həkimə müraciət etməlidir? O asılıdır kataraktanın növündən. Katarakta növləri çoxdur. Elə növ var ki, mərkəz bulanır, billurun mərkəzi bulanır. Onda bu insanlar səhərlər işıqlı yerdə daha zəif görürlər. Axşamlar biraz aydınlaşır görmə. Çünki axşamlar bəbəyimiz genəlir və kənarlar daha şəffaf olduğuna görə billurda onun hesabına görürlər. Bəzi hallarda periferik başlayır bulanmalar, mərkəz şəffaf olur. Hətta xəstələr bəzən müayinəyə gəlir, periferiya tam bulanıb, mərkəz ki şəffafdır, görmə 50, 60, 70%-dir. Amma baxırsan, billurun demək olar ki, 50%-i bulanıb. Bəzən olur ki, yaxına görmə yaxşılaşır, miyopiya əmələ gəlir bu xəstələrdə. Miyopiya əmələ gəlir mənfi. Və bu xəstələr yaxına artıq eynək taxmırlar. Eynək taxırdılar. Getdikcə deyir, mən artıq eynək taxmıram, daha da yaxşı görürəm. Amma uzağı görmə pisləşir. Yəni, kataraktanın növündən asılı olaraq şikayətlər də ona görə dəyişir. Müxtəlif olur, bəli. Fərəh xanım, bir də mənə nə maraqlıdır? Məsələn, deyirsiniz ki, kataraktanı biz məsələn ümumi danışanda katarakta və yaxud da mirvari suruyu deyirik, bir adla bunu ümumiləşdiririk. Amma siz deyirsiniz ki, bunun növləri var, bilmək lazımdır hansı növündəndir deyə. Bəs bunu necə müayinə edirsiniz və müayinə metodları necə qərar verirsiniz ki, bunda kataraktanın hansı növüdür deyə? Ümumiyyətlə, xəstə müraciət eləyəndə birinci görmə yoxlanılır, mütləq təzyiq yoxlanılır gözdə, yanaşı başqa bir xəstəlik var ya yoxdur, göz tibi yoxlanılır. Müasir dövrdə xəstə katarakta ilə müraciət edəndə bir neçə növ müayinələr var, hansılar ki, mütləq keçməlidirlər. Bu, həm optik kogerent tomoqrafiyadır, gözün arxasını yoxlayırıq. Həm buynuz qışanın topografiyasıdır. Çünki bəzən olur ki, astigmatizm olur gözdə və astigmatizm ola bilər ki, keratokonusla əlaqələnir. Bunu tam diaqnoz qoymaq üçün keratotopografiya lazımdır. Mütləq şəkildə buynuz qışanın arxa qatı yoxlanmalıdır, endotelial qat. Gözün daxilində əməliyyat edirik. Buynuz qışanın arxa qatında endotelial qatı. Onun sayı, o hüceyrələrin sayı çox vacibdir əməliyyatdan öncə bilməyimiz. Elə xəstələr var ki, həm də ki, bu xəstəliklə müraciət edən xəstələr əsas yaşlı xəstələrdir. Elə xəstələr var ki, o arxa qat, endotelial qat, qatda hüceyrələrin sayı çox az olur. Və bunların əməliyyatında çox diqqətlə yanaşmaq lazımdır. Əgər bu əməliyyatları diqqətlə eləməsək, sonra buynuz qışada problem başlayır. Buynuz qışanın distrofiyası olur. Bəzən bizə xəstələr müraciət eləyir ki, əməliyyat eləmişik,
əməliyyat fəsadsız keçib, cərrah deyib ki, fəsad olmayıb, amma əməliyyatdan sonra görmə bərpa olmayıb. Buynuz qışada bulanma hiss olunur. Hətta bir neçə gün bundan öncə belə bir xəstə müraciət edib. Müayinə zamanı biz digər gözünə hələ ki əməliyyat olunmamışdı. Müayinə zamanı iki gözünü də müayinə etdik, həmin endotelial qatı. Aşkar olundu ki, digər gözündə də bu hüceyrələrin sayı çox azdır. Və əməliyyatdan sonra hüceyrələrin sayı azalır. Ona görə də belə bir fəsadla qarşılaşır. Bu müayinə niyə çox vacibdir? Cərraha da vacibdir. Əməliyyatdan sonra belə bir fəsad olmamaq üçün və əgər belə bir müayinədən keçir xəstə, artıq əməliyyatdan öncə xəstəyə deyirsən ki, yəni belə bir fəsad ola bilər. Yəni ehtimallarla xəstəni məlumatlandırırsan ki, məlumat verilməlidir, bəli. Amma belə məlumat verilməyəndə artıq xəstə düşünür ki, düzgün əməliyyat olunmayıb. Yəni o çox vacibdir əməliyyatdan öncə. Artıq ondan sonra gəlirlər ki, mən əməliyyat oldum, amma niyə məndə görmə əksinə zəiflədi, yaxşılaşmadı. Sonra astigmatizm. Astigmatizm da çox vacibdir. Əgər astigmatizm varsa, biz adi linza implantasiya ediriksə əməliyyat zamanı, orada da çox yüksək görmə ala bilmirik əməliyyatdan sonra. Niyə görə? Çünki astigmatizm, yəni buynuz qışanın o qeyri-düzgün ya düzgün astigmatizm olanda artıq əməliyyatdan sonra həmin göstəricilər qalır. Və xəstəyə əlavə eynək lazım olur taxmaq, həm uzağa, həm yaxına. Amma əməliyyatdan öncə bunu xəstəyə izah eləyəndə biz əməliyyat zamanı astigmatik linza implantasiya edə bilirik. Yəni o linzalar xəstəyə sifariş olunur. Məhz gözün ölçüləri götürüləndən sonra sifariş olunur və əməliyyat zamanı biz astigmatizmi korreksiya edə bilirik. Əgər əməliyyat zamanı korreksiya olunmursa, onun da çıxış yolu var. Nə? Necə çıxırsınız yəni, bəzən olur ki, rayonda əməliyyat olunub, elə linzalar yoxdur. Xəstə əməliyyat olunub, amma razı deyil görməyindən, daha da yaxşı görmək istəyir. Onda bu xəstəyə eksimer lazer əməliyyatı eləyirik buynuz qışada. Eksimer lazer əməliyyatı ilə həmin astigmatizmin korreksiyasını etmək olar. Yəni çıxış yolu var orada da. Bu göz dibində dəyişikliyi varsa, o çox böyük bir problem olur xəstələrə. Çünki əməliyyatdan sonra yüksək görmə almaq olmur. Göz dibində dəyişiklik olanda birinci belə çox rast gəlinən xəstəlik yaşa bağlı makulanın degenerasiyasıdır. Bu xəstələrdə mərkəzi görmə zəif olur. Əgər mirvari suyu varsa belə xəstədə, onsuz bu xəstə əməliyyat olunmalıdır. Sadəcə əməliyyatdan öncə xəstəyə izah olunmalıdır ki, görməviz belə olacaq. Hal-hazırda elə növ linzalar var, şariot linzaları. Hansıları ki, məhz bu xəstələrə implantasiyadan sonra görməni bərpa etmək olur bir hissəsini. Bu linzaları implantasiyadan sonra bu linzaların mərkəzdən kənarları da xəstələr görür və ona görə görmə bu xəstələrdə daha da yaxşı olur bu linzalardan. Makulada yırtıqlar, o da çox rast gəlinir. Və makulada yırtıq olanda bu əməliyyatı ya bir yerdə etməlidirlər, həm mirvari suyu, həm gözün arxasını etmək olar. 2 etapda da etmək olar. Mirvari suyunu eləyirik, linzanı qoyuruq, sonra da göz dibinin əməliyyatı. Hansı daha effektiv sayılır Fərəh xanım bunlardan? İkisi də effektivdir. İkisi də effektivdir, amma yenə də deyirəm, bəzi hallarda, məsələn, xəstə hardasa əməliyyat olunub, o siti olmayıb, yəni başqa yerdə olunub və ya da ki, büllur tam bulanıb və gözün arxası müayinə olunmur. Ona görə əməliyyatdan sonra aşkar olunur bu problem. Yəni ona görə bu 2 etapda olur. Birinci mirvari suyu olunur, sonra da gözün arxasında əməliyyat olunur. Şəkərli xəstələrdə də
Mən hər zaman dəyişikliklər. bu tip xəstələrə xüsusi toxunuram, çünki diabetli xəstələr çox kifayət vacibdir, qədər çoxdur və ən çox da zərər alan orqan bildiyim qədərilə göz də çox zərər alır. Göz şəkərli alır və diabetlərdə. göz dibi birinci zərər alır. Şəkərli diabet xəstələrdə də göz dibində dəyişiklik olur. Amma mirvari suyu olanda yenə də mirvari suyu əməliyyat olunmalıdır. Elə şəkərli xəstələr var ki, elə mərhələlər var ki, hansılarda həm gözün arxası əməliyyat olunmalıdır, həm mirvari suyuları birgə etmək olur. Amma elə mərhələlər var ki, mirvari suyunu etmək lazımdır, göz dibini lazerlə müalicə eləmək lazımdır. Yəni başqa növ müalicələri davam etdirmək lazımdır. O xəstələrdə də çox yüksək görmə almaq olmur. Ona görə əməliyyatdan öncə xəstələr əməliyyatdan öncə onu biləndə, əməliyyatdan sonra hazırdılar. Hansı yola çıxdıqlarını bilirlər artıq. Yəni amma əməliyyatdan əvvəl onu bilməyəndə əməliyyatdan sonra artıq narazıçılıqlar da həm də Fərxan, mən düşünürəm ki, o əməliyyatdan əvvəl bütün bu riskləri, bütün bu ehtimalları pasiyentə deməkdə həkimin bir növ özünü qarantiya almasıdır ki, sabahsı gün vətəndaş da gəlib deməsin ki, siz mənə əvvəlcədən bunu deməmişdiniz, mənim xəbərim yox idi, mən belə bilsəydim əməliyyata girməzdim. Yəni bu sözü eşitməmək üçün həm də hər bir vətəndaşda hüququdur, haqqıdır ki, əvvəlcədən bilsin ki, hansı yola çıxır, onu bu yolda nə gözləyir. Bəlkə də elə hallar olacaq ki, heç qərar verəcək, yox mən əməliyyat istəmirəm, əgər yüksək nəticə almıramsa əməliyyat olunmayacağam kimi hallar da ola bilər. Fərxan, üzləşirsiniz də yəqin ki, bu hallarla təəssüf ki. Mənə nə maraqlıdır? Məsələn, linzalardan danışdıq. Bilirik ki, katarakt əməliyyatı elə bir əməliyyat növüdür ki, bu həm dövlətimizin dəstəkləyən icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan bir əməliyyat olduğuna görə dövlət xəstəxanalarında, yəni təbii tabelə xəstəxanalarda tam ödənişsiz icra olunur. Təbii ki, özəllərdə də ödənişlə icra olunur. Yəni el arasında insanlarımızda belə bir fikir var ki, dövlət xəstəxanalarında icra olunan katarakta əməliyyatlarında yerləşdirilən linzalar özəl xəstəxanalarda yerləşdirilən linzalar qədər keyfiyyətli deyil. Həqiqətənmi belədir? Linzalar keyfiyyətlidir. Sadəcə linzaların növləri var. Dövlət xəstəxanalarında monofokal linza implantasiya olunur. Bu linzalarla insan uzağı görür, yaxına eynək taxmalıdır. Özəl xəstəxanalarda isə, yəni sığorta ilə də özəl xəstəxanalarda əməliyyat eləyirlər. Orada da ya adi linza qoyulur, ya da ki, artıq ağıllı linza deyirik də, ağıllı linzalar da qoyula bilir. Ağıllı linzaların fərqi nədir? Onları qoyandan sonra xəstə həm uzağı, həm ortanı, həm yaxını görür. Yəni əməliyyatdan sonra eynəkdən azad olur. Elə insanlar var ki, pasiyentlərimiz var ki, aktiv həyat yaşayır, notebookdan istifadə edir, kompüterdən istifadə edir. Əlbəttə, o xəstələrə daha rahatdır eynəksiz yaşamaq. Ona görə xəstə müraciət edəndə artıq ona da izah olunur ki, var monofokal linzalar və ağıllı linzalar. Xəstə özü seçim eləməlidir. Amma həmin dediyiniz o monofokal linzanın da keyfiyyəti, məsələn, bilirik ki, bu bəzən firmalara görə fərqlənir, funksiyonallığına görə deyək də. Yəni həmin monofokalın özü kifayət qədər görmədə yaxşıdır, mənə maraqlıdır. Bəli. Yəni bunu siz özünüz dövlət xəstəxanasında icra eləyirsiniz və bilirəm ki, yəni bu icra olunur, çünki vətəndaşları hər zaman düşündürən sualdır. Hətta mənim özümə bir neçə dəfə müraciət olanda belə deyirlər ki, həm siz düzün deyərsiniz, orada dövlət xəstəxanasında yerləşdirilən linza uyğun linzadır. Deyirəm ki, yəni heç vaxt dövlət sizə uyğun olmayan bir şeyi təqdim eləməz. Yəni öz vətəndaşına yaxşı olmayanı təklif eləməz. Uyğun linzadır, sadəcə növü monofokal linzadır. Fərxan, bir də danışdıq ağıllı linzalardan. Ağıllı linzaların funksionallığı daha çoxdur. Yəni amma bunun bərabərində onun bir mənfi cəhəti var, mənfi tərəfi varmı? Ağıllı linzaların bir neçə növləri var. Trifokal linzalar, 3 odaqlı deyirlər ona. Xəstə görür, uzağı da, ortanı da, yaxını da. Amma yəni 100% görmə, məsələn, 20 yaşında, 30 yaşında insanın 100% görməsini vermir bu linzalar. Bəzən olur ki, uzun müddət, bəzən olur ki, 2-3 aydan sonra keçir bu şikayətlər, amma bu şikayətlər olur. İşığa baxanda, işıqlara baxanda işıqdan yansımalar olur. O daha çox gecələr hiss olunur xəstələrdə.
Və biz əməliyyatdan öncə soruşuruq. Əgər xəstə çox maşından istifadə eləyir, gecə çox maşın sürürsə, bu linzalar ona tam komfort verməyəcək. Aha. Belə xəstələrə EDOF linzalar təklif olunur. EDOF linzalarda bu şikayətlər yoxdur. Sadəcə EDOF linzalarda yaxına görmə lap xırda şriftləri xəstə görmür. Lazım olur eynək taxmaq. Amma telefona baxır, planşetə baxır, kompüterə baxır. Yəni tam rahat yaşamağa imkan verir. Sonuncu növ linzalar spiral linzalar var. Onlarda da işığa baxanda yansımalar yoxdur. Xəstə daha rahatdır o linzalarla və uzağı da, ortanı da, yaxını da rahat görürlər. Sadəcə bu linzaların məbləği, yəni vətəndaşın cibinə uyğun olmalıdır. Ona görə bütün linzalar təklif olunur və ondan sonra vətəndaş hansı linzanı seçir. Fərəx xanım, bir də mənə nə maraqlıdır? Deyək ki, misal üçün, deyək 30-35 yaşda trifokal linza istifadə olunub, insan əməliyyat olunub, hansısa səbəbdən trifokal linza istifadə olunub. Gəlir artıq 45-50 yaşda, bunda artıq katarakta başlayır və kataraktaya görə də bu əməliyyat olunub, linza qoyulmalıdırmı, yoxsa necə olur? Trifokal linza qoyulanda artıq mirvari suyu xaric olunur. Hətta 35 yaşında əgər əməliyyat olunubsa, onda refraksiyaya görə əməliyyat olunub. Yəni, ya yüksək dərəcəli mənfi, ya müsbət olub gözündə, hansısa növ eksimer lazer əməliyyatı mümkün olmayıb və xəstə eynəkdən azad olmaq istəyib, ona trifokal linza implantasiya olunub. Artıq əgər trifokal linza implantasiya olunub, mirvari suyu olmasa da şəffaf billur götürülür və onun yerinə linza qoyulur. Artıq orada mirvari suyu əmələ gəlmir. Nə yaxşı, əslində yaxşı bilən. Belə bir dəfə əməliyyat olunursan, həm uzaq görmə, həm yaxın görmə, hamısı bərpa olunur. Bir də gələcəkdə katarakta da olursa. Bilirsizmi, xəstələrimiz artıq kim ki eynək taxır yaxına, presbiopik eynək. Uzağı yaxşı görürlər, yaxına eynək taxırlar, artıq eynəkdən azad olmaq istəyirlər. Və belə xəstələrə də biz şəffaf billuru götürüb göz daxili linza implantasiya edirik, ağıllı linza. Belə xəstələrə də bu növləri seçirik. Xəstənin işindən asılı olaraq, yəni yaşından asılı olaraq biz müxtəlif növ linzaları təklif peşəsini, yaşayışını hamısını nəzərə alırsınız. Yəni. Biraz çətin gəlir. Əslində kənardan baxın, siz danışırsınız. Mən əslində fikirləşirəm ki, gör nə qədər şeyə fikir verilməlidir və nə qədər düzgün də seçim olunmalıdır. Çünki xəstə əməliyyatdan sonra gəlir, göz elə orqandır ki, əməliyyatdan sonra görmə həmən bilinir. Xəstə nə görür? Ona görə biz xəstə ilə təmasda oluruq əməliyyatdan sonra da və əgər xəstəyə əməliyyatdan öncə düzgün informasiya verilmirsə, artıq xəstə narazı qalır. Fərəx xanım, bax, bu linzalardan danışdıq, hamısından əməliyyat icra olunur. Bu hallarda, belə deyək ki, bu linzalar seçilir və s. Hansı hallarda, yəni olurmu ki, elə bir hal ki, siz ümumiyyətlə həmin pasiyenti əməliyyat eləyə bilmirsiniz? Yəni, imkan vermir də. Yəni ya belə deyək, cihazmı, xəstəlikmi, xəstəliyin dərəcəsimi, hansısa bir səbəbmi, fiziologiyasımı, nə isə imkan vermir və artıq deyirsiniz ki, burada bizim eləyə biləcəyimiz bir şey yoxdur. Belə hallar olurmu? Hansı hallarda biz əməliyyat eləyib linza yerləşdirə bilmirik? Ağıllı linzalar, ümumiyyətlə premium linzaları yerləşdirmək üçün gözün billuru normal, yəni normal deyəndə bulana bilər. Amma normal yerləşməlidir gözün daxilində. Yanaşı bir patologiya olmamalıdır. Elə bir patologiyalar var ki, billurun yerində olmaması, öz billurun yerində olmaması, oynaması. Sonra gözün arxasında, billurun arxasında elə növ kataraktalar var ki, arxa subkapsulyar ola bilər ki, billurun arxası, arxa kapsulası tamlığı pozulsun. O xəstələrdə imkan olmur belə linzaları qoymağa. Sonra anadan gəlmə, ola bilər ki, anadan gəlmə billurun ölçüsü balaca olur. O xəstələrdə
belə ağıllı linzaların implantasiyası artıq məhduddur. Deyə bilməzdim ki, mümkünsüzdür, amma məhduddur. Orada başqa növ əməliyyat növləri planlaşdırılır. Yəni linza ya tikilir, yəni başqa növ əməliyyatlar. Yəni belə deyək də, əgər məhduddur, amma mümkün. Çarəsiz deyil. Məhduddur, amma imkansız da deyil. Bəli. Mütləq ki, bir çarəsi, bir yolu, yöntəmi Bəli. var. Artıq onda siz pasientlə danışırsınız, razılaşırsınız, izah edirsiniz. Fərəx xanım, bəs hansı hala bu linzaların içərisində ən çox məsələn mən bu əməliyyat olundum, sonra anadan gəlmə öz gözüm, yəni anadan gəlmə səviyyədə gördüm dediyimiz linzalar hansılardır? Anadan gəlmə, görmə olmur. Yəni acı etiraf olsa da onu da etiraf eləyək ki, yəni Allahın yaratdığı səviyyədə olmur yəqin ki. Yenə də ya uzaq, ya yaxın, hardasa ola bilər ki, hardasa diskomfort olsun. Belə deyim, əgər mənə xəstə müraciət eləyirsə, uzağı 100% görür. Yaxına eynək taxır, müsbət 2. Və deyir ki, mən istəyirəm eynəkdən azad olum və mən bu ağıllı linzanın implantasiya istəyirəm bu əməliyyatı eləyim. Mən bu xəstəyə bütün mənfi cəhətləri hamısını izah eləyirəm. Çünki uzağa görmə, əgər xəstə 100% görürsə, həmin 100% görməni almaq çox çətindir. Sonuncu növ o linzalar, o spiral linzalar, bəzi növ EDOF linzalar uzağı görməni bərpa eləyir. Dediyim kimi orada biraz yaxına problem olur. Ona görə məsələn belə xəstələrə mən hər növ mənfi cəhətləri izah eləyirəm. Yəni məsləhət görmürəm bəlkə də o xəstələrə bu növ əməliyyatları. Hal-hazırda belə xəstələrə presbion lazer edirik. Ekzimer lazerlə yeni növ əməliyyat var, presbilasik. Biz heç danışmamışıq bu barədə. O yeni bir əməliyyatdır. Hal-hazırda o xəstələrə bunu təklif edirik. O əməliyyatın müsbət cəhəti nədir? Göz daxili əməliyyat deyil. Mənfi cəhət nədir? Uzun müddətli deyil, ömürlük deyil. 5 il, 10 il. Yenə də 5 ildən, 10 ildən sonra yenə də göz daxili linza implantasiya oluna bilər bu xəstələrə. Yəni belə deyək, bu əməliyyat icra olunsa belə 5 il sonra, 10 il sonra təkrar linza fizioloji, ehtiyacı çünki yaradacaq. bəli, biz presbilasik eləyəndə biz o əməliyyatı həmin yaşına uyğun eləyirik xəstənin. Amma xəstə yaşlaşdıqca göz daxili əzələlərin funksiyaları yenə də itir və yenə də yaxına görmə, pisləşmə gedir. Ona görə bir neçə ildən sonra yenə də zəif görmə olur bu xəstələrdə. Onda artıq göz daxili linza implantasiya olunur. Fərəx xanım, bax bu dedik ki, bu əməliyyat, bu linza istifadə olunsa da bir neçə il sonra kataraktaya görə linzaya ehtiyacı olunur. Məsələn, katarakta olan insan linza qoyuldusa, bu bir dəfəlik ömürlükdür, yoxsa hansısa hallarda təkrar əməliyyat olunub da o linzanın dəyişdirilməsi, ümumiyyətlə çıxarılması ehtiyacı yaranırmı? Linzanın dəyişdirilməsi hər zaman mümkündür. Amma hər zaman məsləhət deyil. Yəni, düşünün, biz gözün daxilinə daxil oluruq, əməliyyat edirik, linza implantasiya edirik və linza gözün daxilinə yerləşəndən sonra artıq öz yerini tapır və hardasa bitişmələr də olur. Yəni, linzanı xaric edəndə, digər linzanı qoyanda artıq o keyfiyyət olmur. Bundan əlavə, bundan öncə dedim endotelial qat, buynuz qışağının endotelial qatı. Hər bir gözə giriş, hər bir göz daxili hüceyrələrə, hər bir göz daxili orqanlara, bəbəyə hamısına təsir edir. Bir təmasdır da, onlara bir təmasdır. Və təkrar əməliyyat ümumiyyətlə mən heç zaman məsləhət görmürəm. Ona görə əməliyyatdan öncə xəstələr tam informasiya almalıdırlar və qərar verməlidirlər. Bu əməliyyat bir dəfə olunur. Linza ömrünün axırına qədər gözündə qalacaq və seçim düzgün olmalıdır əməliyyatdan öncə. Bizdə mama olub katarakta əməliyyatı.
demək ki, birinci təbii ki, hər bir şey çox yaxşıdır, görməsi də yaxşıdır, günü bu gün də uzağı görməsi çox yaxşıdır. Bir də görsən belə deyək də şikayət kimi yox deyir ki, mənim yaxın görməm biraz zəifləyib. Deyirəm nə qədər zəifləyib. Deyir ki, dərmanın deyir içərliyini oxuya bilmirəm. Dərmanın içərisində olan kağızı. Deyirəm ki, mama, onu az qalsın mən zorla oxuyuram. Sən necə istəyirsən ki, onu əvvəlki kimi oxuyasan. Yəni belə deyək də, sənin yaşın Allah bütün anlara ömür versin. Deyirəm ki, yaşı nəzərə alsaq, sənin yaşında o görməyin çox mükəmməldir. Sən elə görməklə kifayətlən, yəni. Artıq görəndə bir-iki dəfə deyəndə deyirəm, sən ki, gedək təkrar sənə əməliyyat elətdirim, problem yoxdur da. Artıq razılaşma deyir, əsas odur ki, həqiqətən deyir, uzaq görməm yaxşıdır, yaxşı görürəm. Çox xırda deyir, yazıları görməsəm də artıq bundan razılaşmışam da. Ümumiyyətlə təkrar əməliyyat məsləhət görmürəm. Ondan əlavə təkrar əməliyyat zamanı gözün arxasında da problem yarana bilir. Aha. O həmin sarı nöqtədə də problem yarana bilir, maye yığıla bilir. Yəni ona görə xəstə əməliyyatdan öncə tam informasiya almalıdır və qərar verməlidir. Və qoyulandan sonra əgər artıq uzağı görürsə, yaxına eynək ilə görürsə, artıq ondan razılaşmalıdır. Artıq buna kifayətlənmək lazımdır da belə deyək. Fərix xanım, belə deyək, ümumiyyətlə katarakt da yaranmamışdan əvvəl elə bir şeylər varmı ki, gözlərimizin yaşlanmasını belə deyək də gecikdirəcəyimiz nələrsə varmı? Məncə yoxdur. İstəsək də istəməsək yaşlanırıqsa bu olacaq, bəli. Yəni eləmi? Bu olacaq. Aydındır. Fərix xanım, son sualım olacaq katarakta mövzusundan bağlı ümumilikdə. Əməliyyatdan sonra insanlar belə deyək də iş həyatına, normal həyata neçə gün sonra qayıda bilir və görmə necə bərpa olunur getdikcə. Bir çox el arasında belə deyək də informasiya var ki, mən əməliyyat olundum, müəyyən müddət işə çıxa bilməyəcəm, müəyyən müddət kompüterə baxmayacağam, telefondan istifadə etməməliyəm və eyni zamanda əməliyyatdan sonra bununla paralel hər hansı bir damcı müayinəsi müalicəsi aparılmalıdırmı? Mütləq şəkildə əməliyyatdan sonra damcılar yazılır və mütləq şəkildə onları riayət eləməlidirlər, yəni o qaydalara riayət eləməlidirlər. Çünki əməliyyatdan sonra iltihab əmələ gələ bilər, əsas iltihab əmələ gələ bilər və ona görə damcılar vaxtında tökülməlidir. Əməliyyatdan sonra görmə, əgər əməliyyat fəsadsız keçib, hər şey normaldır, həmin günü, səhərsi günü xəstə görməlidir. Ay maşallah. Və əgər xəstə aktiv həyat yaşayırsa, əməliyyatdan sonra hətta səhərsi günü deməyim, amma bir gündən sonra işə çıxa bilər. Sadəcə damcıları yanında olmalıdır, damcıları tökülməlidir. Bəzən gəlirlər, soruşurlar ki, yəni duş qəbulu olarmı? Mən bir həftə duş qəbul eləməmişəm. Xeyr, 2 gündən sonra artıq duş qəbul eləmək olar. Sadəcə yenə də təkrar eləyirəm. Biz damcı ki yazırıq, o damcıların tərkibində həm antibiotik var, həm iltihaba qarşı preparatlar var. Ona görə onları vaxtında istifadə etmək lazımdır. Və görmə dediyim kimi həmin günü xəstə görməli. Çox maraqlı bir şeydir. Mənim yadıma düşür ki, bir xanım var idi. Biz belə deyək, bir verilişdə onun əməliyyatını elətdirmişdik. Elə deyəsən sizə icra elətdirmişdik biz o əməliyyatı. Verilişdə siz eləmişdiniz. Buna görə də çox sağ olun. Xanımla biz soruşanda ki, bəs necədir görmən? Deyir ki, mən o qədər belə deyil, möhtəşəm bir hiss yaşadım və mən indiyə qədər başa düşdüm ki, mən indiyə qədər görmürmüşəm. Məsələn, evimizin yanında bir bank var idi. Mən o bankın adını tam oxuya bilmirdim və bulanlıq görürdüm həmişə. Bugün mən hiss elədim ki, o bankın yazısındakı rənglər necəymiş də, adındakı rənglər necəymiş və adın yazısı nə qədər gözəl imiş, mən bugün gördüm. Yadımdaydı. O xanıma biz ağıllı linza, astigmatik linza qoymuşduq. Onda həm astigmatizm var idi, yəni ömür boyu zəif görürdü. Həm də ağıllı linza qoymuşduq. Özü də onu deyir, mən indi başa düşdüm ki, mən indiyə qədər görməmişəmmiş və deyir, bu gözəllikləri görmədən mən necə yaşamışam indiyə qədər deyir, özümü çox yaxşı hiss edirəm. Elə bir müddət əvvəl də o xanımla danışmışdıq, çox təşəkkürünü bildirdi, çox məmnundur, çox hər şeydən razıdır. Belə, Fərix xanım, çox sağ olun gəldiyinizə görə. Təşəkkür edirəm. Sizi görmək hər zaman xoşdur. Mənə də xoşdur. Mən bilirəm ki, sizin qrafikiniz o qədər çoxdur. Hətta mən sizi dəvət edəndə belə düşünürəm ki, Allah görəsən Fərix xanım vaxt tapıb gələ biləcəkmi buna da yəni. İşdən gəl.
sevdim. Çox sağ olun. Təşəkkür Sağ edirəm. olun. İnşallah növbəti efirlərdə görüşərik sizlə. Çox sağ olun. Belə, əziz Düz podkastın izləyiciləri, bu podkastın da sonuna gəldik, çatdıq. Bir daha qeyd etmək istəyirəm ki, studiyamızda qonağımız tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Fərəh xanım Əbdüləliyeva bizimlə birlikdədir. Gözdən danışdıq, gözə bağlı katarakta əməliyyatı, linzalardan danışdıq. Düşünürəm ki, bizi sona qədər dinlədinizsə bir faydamız olacaq sizin üçün. Ən azından maariflənmiş olacaqsınız. Gözə bağlı bir çox bilgiləri əldə etmiş olacaqsınız deyə düşünürəm. Və mənə gəldikdə isə hər zaman vurğulayıram. Gözlərinizi qoruyun, gözlərinizdən müğayət olun. Çünki Allahın yaratdığı bütün gözəllikləri və sevdiyimiz insanları biz gözlərimizlə görürük. Ona görə qorumalıyıq. Mən idim Namidə İsayeva. Növbəti Düz podkastda görüşərik. Hələlik.